Girib oxuyuram ki, bunlar bezmədi. Biz bezmişik, bunlar bezmədilər. Ümumiyyətlə, mənim adım çəkilməməlidir orada. Bir də görürsən, elə giz-gizrəylər yazırlar ki, mənim anam haqqında fikir bildir. Sən kimsən anam haqqında? Anama şər böhtan atırsan. Girib cavab yazım, gedim öldürüm, vurum. Mənə yaraşmaz 2 dənə balam var evdə. Mənim durum səndən başqa söhbət edeyim orada. Mənim anam oturub evində, eşində. Nə işiniz var? Yəni, işimizlə məşğul olun da, sizin qaynananız pis olubsa, gedin öz qaynananızın dərdini çəkin. Yəni, durub belə mövzularda danışırlar. Mən sizi anladım. Yo, durduq yerdə demirəm təbii ki, bunu. Son xəbər paylaşılanların rəylərini oxudum. İnansız ki, bir nəfərə də cavab verməmişəm. Buradan vurğulayıram. Yəni, anam müqəddəsdir. Mənim həyatda qazandığım bütün uğurların da arxasında anam, atam dayanır. Qutardı getdi. Mənə hörməti olan, mənə hörmətin yoxdur da, deməli, sən orada girib giz-giz nəsə fikir bildirirsənsə, anama şər böhtan atırsansa, kimsə nəsə edib, kimsə hardasa nəsə paylaşıb, mənə nə dəxli var? Ümumiyyətlə, anaların ora nə əlaqəsi var? Yəni, heç bir ana öz övladının, belə deyim də, pis gününü arzulamaz.